Negativ düşüncələrdən necə qurtulmaq olar? Ümumiyyətlə olar. Ümumiyyətlə əlbəttə olar. Negativ düşüncələrdən mənim o qədər videolarım var, canlılarım da hansıları ki yükləmişəm, çoxdur orada. Negativ düşüncələrdə baxın, fikirləşmək lazım deyil. Mən bundan qurtulum. Elə fikirləşəndə qurtulmaq olmur. Elə deyil də. Bu belə çalışmır, bu belə işləmir. Negativ düşüncələrdən qurtulmaq üçün birinci bunu qoyursunuz kənara. Qurtulmaq məsələsi söhbəti olmalı deyil. Negativ düşüncələr var, normaldır, olmalıdır. Sadəcə çoxdur sizdə. Çox olanda insan bezir. Nədən var bu? Yəni dəfələrlə demişəm, yenə də indi təkrar eləməli olacağam. Yəni bir insanın həyatında gözəl bir şeylər, hər gün xırda bir şeylər, gözəl bir şeylər baş vermirsə, özü üçün gözəl bir şeylər hər gün eləmirsə, gözəl hisslər keçirmirsə, yəni ki, 2 dənə qız götürək nümunə. Baxın, elə bil sadəcə belə bir müqayisə edəcəm sizin üçün, indi anlayacaqsınız. Bax, eyni yaşlarda 2 qız. Hə? Eyni tutalım, görünüşcə ikisi də qəşəng qızdır. İkisi də, məsəl üçün, yaş eyni, sağlamlıq eyni, hər şey eyni, düzdürmü? Birinin tutalım, valideyni o qədər hər zaman tənqid edib danlayıb ki, bu da öyrəşib. Bu, artıq valideynin sözləri onun öz sözlərinə çönüb. Yəni, bu belə olur. Negativ düşüncələr əslində elə olur. Səni kimləsə müqayisə edirdilərsə, ay filan kesin uşağı bu qədər uğurludur, bu qədər başarılıdır, hansı müsabiqələrdə yer tutdu, elədi, nə bilim, onun necə deyim sizə, elə gözəl bir insanla ailə qurdu, nə bilim, hər şeylə müqayisə edirlər ki, yəni birində valideyn normaldır, uşağına hələ adi söhbət edir də, dəstəkləyəndə dəstəkləyir. Bax, bu uşağın daxilində negativ düşüncələr olmayacaq. Başa düşdünüz necə? Sizdə negativ düşüncələr varsa, bilin ki, bu sizin özünüz yaratmamısınız bunları. Bunu ötürürlər insana. Negativ düşüncələr hələ bir lazımsız bir hədiyyə kimidir də. Lazımsız da yox, təhlükəli də deməyim, zəhərli. Sənə zərər vuran bir hədiyyədir də hələ bil. Elə hədiyyədir ki, sən onu alan kimi tullamalıydın. Başa düşdün, səni müqayisə edirdilər, səni təhqir edirdilər, səni nə bilim, orada bir çox şeylər olub ki, sənin də içində negativ düşüncələrin çoxdur. Bildin necə? Yəni, ola bilər insanlarla bağlı çoxdur negativ düşüncələr. Ola bilər səninlə. Hə, müqayisəyə gəlim də. Bir uşaq belə böyüyüb, bir qız belə böyüyüb. Və o qız ki, hansı ki, negativ sözlər çox eşidib özü ilə bağlı, hər zaman onu müqayisə edilir. O, daxilində özü ilə yenə də bağlı o cürdə hələ danışmağa davam edəcək. Və elə danışmağa davam etdikcə insan bilsiz necə olur? İnsan bir tərəfdən özünü fikirləşir, amma o bir tərəfdən fikirləşmir də. Yəni ki, özünün, necə deyim sizə, istəyir həyatı maraqlı olsun. Amma həyatı gözəl olsun, rahat olsun, huzurlu olsun. Onun üçün bir şeylər etmir, həm də heç bilmir necə edirlər bunu. Həm də bilmir ki, o bunun həyatında pozitiv hadisələri çatışmamazlığını yaşayır. Həyatının hər günündə pozitiv, xırda, cürəbəcür hadisələrin olmaması onun pozitiv düşüncələrin olmamasına səbəb olur. Yəni, bir var sən axı, bax, hələ bil o qız, yəni bayaq dediyim, o hələ bil gözəl şeylər eşidən, normal söhbətlər eşidən qız. Bir var o qız, bir var bu biri qız. Hələ bil o biri qız, hansına ki, mənfi şeylər çox deyirlər. O öyrəşməyib, heç axşamdan tutalım, yatmamışdan fikirləşsin ki, səhər duranda mən makiyajımı bu dəfə belə yox, elə eləyəcəm, saçımı belə yox, belə eləyəcəm. Rəfiqəmin hələ bir aydan sonra ad günüdür, gəl o biri qızlarla danışım, ona maraqlı bir nəyəsə hədiyyə toplanaq, alaq. Bildiniz necə, pozitiv bir şeylər orada bütün vaxtı ağlında axşamdan hələ bil planlayır. Özündən asılı olmur. O artıq belə öyrənib yaşamağa. Negativ düşüncələri çox olan insan. O baxsaz, axşamdan nəsə planlaşdırır, tutalım pozitiv bir şeylə. Özü ilə əlaqədar olmayacaq. Məsələn, necə dedim, bu qız fikirləşir ki, durum səhər mən gəl belə bəzənim, gəl elə eləyim, gəl nə bilim, özüm üçün tutalım da, necə deyim sizə, hansısa kurslara yazılmışdım. Yox, o kursları o qədər də bəyənmirəm. Gəl, bəlkə başqa kurslara gedim. Məsəl üçün də, oradakı kurslar, orada müəllim daha, nə bilim, dərsləri şən keçirdir, daha maraqlı keçirdir. Bildiniz necə, özü üçün elə bir şeylər axtarır, elə bir şeylər arayışındadır ki, elə bir hər günkü gününə daxil eləyir ki, xoş duyğular yaşayır. Yəni, sən xoş duyğular yaşayanda
necə deyim sizə, bax, gözəl bir şeylər planlaşdırdın. Sən bunları planlaşdıranda üzün gülümsəyir, belə ləzzət eləyirsən. Sabahsı günü də bunları həyata keçirirsən. Həyata keçirəndə də sən gözəl bir şeylər hiss eləyirsən. Təəssürat qalır gözəl. Kiməsə sonra bunun haqqında danışırsan. Özünə fikirləşsən, nə maraqlı oldu, yaxşı oldu, bugünkü gün mənə maraqlı keçdi. Bildiniz, burada pozitiv duyğular, pozitiv düşüncə çox olacaq da. Çünki özünə odaqlanmış insandır yaxşı mənada. Negativ düşüncələri olan insan, o da özünə odaqlanıb, amma pis mənada odaqlanıb. O da özünü çox düşünür, bu da. Bu özü üçün gözəl şeyləri çox eləməyi planlaşdırır hər gün. Hər gün də olmasa, səhər bir şey planlaşdırmışdı, axşama artıq başqa bir şey. Tutalım deyir ki, tutalım evdə neçə dənə kremi var da, deyir də, birdən fikirləşir ki, mən o kremi, mən qadınam deyə əsas belə şeylər gəlir ağlıma, kişilərlə bağlı elə gəlmir. İndi çalışacağım, onlar da gəlsin. Bax, tutalım deyir ki, ayda mən o vaxt bir dənə krem almışdım, mən onu niyə işlətmirəm, ya da lasyon, mənəsə tutalım o lasyonu çəkə bilərəm, onun necə gözəl qoxusu var. Bildiniz necə, ağlı istər-istəməz elə şeylərin yanındakı, hansılardan ki, həzz alacaq. Bildiniz nə demək istəyirəm, yəni negativ çox düşüncələri olan adamda yenə də onun da fikri özündədir, bunun da fikri özündədir. Sadəcə bu özü ilə bağlı çox gözəl bir şeylər fikirləşir, planlaşır. Busa negativ bir şeylər. Ay gedərəm başıma bir şey gələr. Ay nə bilim hansı xəstəliyə yoluxaram. Ay nə bilim birdən valideynimə bir şey olar. Bildiniz necə, burada negativ düşüncələri çox olan insan özü ilə bağlı negativ bir şeylər əsasən düşünür. Eləmir negativ bir şeylər özü ilə bağlı. Eləyir də bir də görürsən. Belə baxanda eləyir də. Məsəl üçün. Ola da bilər eləyir. Məsəl üçün çox uzanır, çox sosial şəbəkələrdə olur. Yox, negativ düşüncələri olan insan, səhv dedim. Eləyirlər də bir çox şeylər. Özlərinə mənfi təsir göstərəcək. Yəni, negativ düşünən insanın həyatında bilirsiniz nə var? Biraz donmuşluq var. Donub qalıb. Eyni cür gedir həyatı. Həyatında yaxşı mənada yox, pis mənada bir sabitlik var. Pis mənada yox da, belə mənasız belə mənada da belə deyim, mənasızcasına bir sabitlik var. Həyatında negativ düşüncələri olan insanın həyatında elə bir məqsədlər, mənalar yoxdur. Məqsədləri də varsa, o məqsədləri bəlkə onun da deyil, haçansa ona deyilib, ay gəl, nə bilim, kiminsə fikirləri, kiminsə ideyalarıdır. Yəni, orada negativ düşüncələri çox olduğu halda bir də görürsən, ola bilər insan daimi xroniki stressdədir. Ola bilər, yəni iş rejimi çox bərbad iş rejimində işləyir. Çox bərbad bir iş rejimində işləyir. Yəni, da günü nə bilim, bəlkə 16 saat, məsələn, başa düşdünüz nə deyirəm. Yəni, burada bir şeylər baş verir. Ola bilər həyat yoldaşı qaraqabaq insandır, heç söhbət eləyən deyil, heç rəfiqəsimi, elə rəfiqələr var ki, bax, bu yaxında bir tanış hələ yanımızda bir dükan var. Ora ərzaq zat alıram oradan. Orada bir də satıcı qız var. Doğrudan belə incə, belə qəşəng qızdır da. Həqiqətən qəşəngdir. Saçı olsun, özü olsun. Zərif, incə qızdır. Zərif, arıq qızdır, incə qızdır. Yəni, arıqlığı qəşəng arıqlıdır. Arıqlığı var. Mən yaxınlaşıram orada. Nəsə deyəcəm ki, filan şeyi mənə bir dənə verərsiniz. Deməli, görürəm ki, mənə qabaq bir dənə qız yaxınlaşdı ona. Başa düşdüm, bunlar rəfiqədlər, bilməm, qohumdular, dostlar, nədirlər də. Öpdü, qucaqladılar bir-birlərini, salam, necəsən, nə inirsə. Hələ həmin qız bir-birlərin üzünə gülürlər. Kim ki, o deyirəm, arıq, incə qız var satıcı. Ona qeydli dedi ki, sən də gündən günə arıqlayıb, özülüb gedirsən, qurumusan, nə biləm nə. Başa düşdünüz necə? O qız pərt oldu bir tərəfdən. O bir necə, sizin ətrafınızda belə insanlar varsa, sizə bu cür sözlər deyirlərsə, sizin ağlınızda negativ düşüncələr çox olacaq hələ. Əgər bir insan varsa, daimi ailənizdə, ananız elədirsə, qardaşınız, nə bilim, həyat yoldaşınız, qaynananız, kolleqanız, rəfiqəniz yenə də, elə bir insan olduğu halda, sənə gözəl şeylər danışır, birdən bir elə şey deyir ki, sənə, sən bütün bərbad hiss edirsən özü, amma fikirləşsən, ayda 15 illik dostumdur da, məsələn. Başa düşmürsən ki, əslində bu səni daxildə ürəkdən sevən bir insan deyil. Ona sənə qarşı orada bir paxıllıq hissimi var, nəsə bir şeylər var da, səni əslində gözü götürmür əslində. Həqiqətən də əslində bu insan o qədər də niyyəti gözəl bir insan deyil. Yəni, o sənin yaxın insandır, sən yaxınlaşdın, bunu öpdün, qucaqladın, elədin. Dalıca həmən deyirsən ki, arıqlayıb, sən də gündən günə yoxa çıxırsan, dedi, nə dedi?
mən qayıtdım dedim ki, belə deyim də sizə doğrudan özüm 2-3 ildə kökəlmişəm deyə və üstünə düşmüşəm ki, biraz artıq deyirəm nə qədər qalarlar da bu çəkidə atmalıyam və o qıza baxanda hər dəfə deyirdim ki, ayda çox ləzzətlidir də, çəkisi xoşum gəlir də mənim də, boyuna uyğundur çəkisi, başa düşdünüz necə? Boyuna görə xoşum gəlir də, mən özümün aslında xoşum gəlib ki, özüm də zərif olum. Kök olan, yəni o fərqi yoxdur. Sən köksən, arıqsan, necəsən? Yəni insan sevəndə həqiqətən hər halı ilə sevməlidir özünü. Bu 100% belə olmalıdır. 100% belə olmalıdır. Hə, sadəcə tutalım belə daha çox bəyənirəm məsələn. Hə, mən orada qayıtdım dedim ki, həmən o xanımın arxasıca ki, tərifləmək deyil, indi bu burada özüm, amma saxlaya bilmədim. Mən çox, siz necə belə şey görəndə adama təsir eləyir də. Sən niyə insanı götürüb kobud səhər tezdən nə var gəlmirsən kobud belə bir şey qıza deyirsən. Qız işə hələ təzə səhərdə açılıb, təzə başlayıb, onun əhval-ruhiyyəsi səhərdən çökdürdün. Hə, mən qayıtdım, məsələn, dedim ki, mən əksinə də bu xanımın zərifliyinə, incəliyinə baxıb hər zaman həsəd aparıram ki, neçə vaxt arıqlamaq istəyirəm, düz üstünə düşməmişəm, amma çox xoşum gəlirdi, bu cür incə. Əslində mənim onun bədən quruluşu, yəni ki də, deməli, boyuna görə çəkisini çox bəyənirəm. Xanımıq da, qadınların hamısı istər-istəməz, yəni ki, kişilər də özlərini müqayisə edir. Yəni, müqayisə etmək hər zaman istər-istəməz var. Bir var, sən müqayisə edirsən və pis olursan, bərbad vəziyyətə düşürsən, o negativ bir şeydir. O, sən özünü hələ bil, necə deyim sizə, burada hə, öz dəyər aşağıdır da, burada dəyərsizlik duyğusu var. Bir var, tutalım, mən baxıram, müqayisə edirəm, hə, deyirəm, yox, mən 2-3 ildir buraxmışam, necə oldu, yeyirəm, eləyirəm, də artıq bəsdir də, normal deyirəm bunu. Yəni, özümə demirəm də, ay, mən nə gündəyəm, ay, bu boyda adam olar falan, elə yox, bildiniz necə? Yəni, sağlam şəkildə də, tənqidin də sağlam olanı var. Yəni, daxilində insan negativ düşüncələrdən danışırdı. Yəni, daxilində sən özün özünə dediyin, özün sırf özüvə dediyin nələrdir? Ağılsız, çirkin zad, nələr deyirsən? Özünlə bağlı fikrin nədir sənin də? Fikrin yox, necə deyim sizə? Yəni, necə dəyərləndirirsən özünü? Mən necə biriyəm? Bax, onu fikirləş, gör orada səndə mənfi bir şeylər çıxacaqsa, bil ki, hələ onun kökü oradadır. Negativ düşüncələrin kökü oradan gəlir. Çünki sən özünlə bağlı bir mənfi sənin düşüncələrin var. Sırf şəxsiyyətinlə bağlı, xasiyyətinlə, görünüşünlə, nələr uğurlarınla bağlı. Yəni, sən özünü qəbul etmiş bir insan olsan, sən pozitiv bir şeylər hər gün planlayarsan. Heç avtomatik planlayır onda insan.